Mədə-bağırsaq problemi olan pasiyentlər nə cür qidalanmalıdır? Qidalanma planları, qıcıqlanmadan çəkinmək, həzm sistemini yükləməmək və lazımi qida maddələrini təmin etmək tam sağalmaya səbəb ola bilərmi? Yemək saatlarının müntəzəm olması mütləqdirmi? Hansı qidalar qeyd-şərtsiz rasiondan çıxarılmalıdır? Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzindən bu mövzuda ətraflı danışmaq üçün uzman terapevt Çinarə Səfərova dəvət olunub. Ətraflı, sağlam, səhhətdə. Sağlam səhhətə baxırsınız və qonağımız Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimi, uzman terapevt Çinarə Səfərovadır. Xoş gəlibsiniz, doktor. Əziz tamaşaçılar, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi Seyid Cəfər Pişəvəri 110 ünvanında yerləşir. Memar Əcəmi metro stansiyasının yaxınlığında. Bu klinikanın Masallı, Göyçay və Sumqayıtda filialları fəaliyyət göstərir. Telefon nömrəsi 430 89 89. Eyni nömrəni 050 055 və 070-də də yığa bilərsiniz. İndi isə keçək həkimimizin təqdimatına. Çinarə Səfərova 1998-2001-ci illərdə Kimya Biologiya təmayüllü Respublika liseyini fərqləmə ilə bitirib. 2001-2007-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə Şif Fakültəsində təhsil alıb və fərqləmə diplomu ilə bitirib. 2007-2008-ci illərdə Musa Nağıyev adına təcili tibbi yardım xəstəxanasında ümumi cərrahiyyə ixtisası üzrə internatura keçib. 2008-2009-cu illərdə Mərkəzi Klinik Xəstəxanada ümumi cərrahiyyə şöbəsində assistent həkim olaraq fəaliyyət göstərib. 2001-2015-ci illərdə Türkiyənin Mərmərə Universitetinin Tibb Fakültəsində daxili xəstəliklər ixtisası üzrə uzmanlıq təhsili alıb. Doktor hal-hazırda daxili xəstəliklərin bir sıra sahələri ilə məşğul olur. Misal üçün, revmatologiya, endokrinologiya, qastrentologiya, nefrologiya və digər xəstəliklərin müalicəsi və müayinəsi ilə məşğuldur. Xoş gəlibsiniz, doktor, və onu da qeyd edim ki, həkimimizlə biz mədə-bağırsaq sistemi xəstəlikləri, bu xəstəliklərin yaranmasında qidalanmanın rolu və oruçluqda düzgün qidalanma ilə bağlıdır. Öncə, doktor, istəyərdim bu suala aydınlıq gətirəsiniz. Mədə-bağırsaq sisteminin ən sıx rast gəldiyiniz xəstəlikləri hansılardır ki, daha çox qarşılaşırsınız? Mədə-bağırsaq sistemi xəstəlikləri deməli başlayır ağız boşluğumuzdan, yəni bu traktın qida borusu, mədə, onkunaq bağırsaq, yoğun bağırsaq, düz bağırsaq, eyni zamanda yan tərəfdən qaraciyər, ötki kisəsi, mədə-altı vəzi, dalaq, bütün yəni bunlar hamısı topluca deməli birlikdə mədə-bağırsaq sistemi xəstəliklərinin tərkibinə daxildir. Bəli, çox rast gəlirik qidalanma ilə əlaqədar qastritlərə, kolitlərə, eyni zamanda qaraciyərin yağlanmasına, gepatitlərə, xronik pankreatitlərə və dönəm-dönəm, məsələn deyək, fəsildən fəsilə dəyişiklik ola bilər bu xəstəliklərin ritmində, gedişatında və ya üzə çıxmasında. Adi oruçluq vaxtı belə, məsələn, bunlardan daha çox hansı tetiklənə bilər? Misal üçün, qastritlər, xolesistitlər, pankreatitlər, yəni daha üzə çıxmış hala, deməli, aktivləşmiş hala gələ bilirlər. Ümumiyyətlə, qastritlər ön planda deyirik. Niyə görə? Çünki biz qidanı qəbul etdikdən sonra ilk burada, yəni işləmlər ağız boşluğundan başlasa da, daha çox mədə tərəfindən bu proseslər daha sürətlənməyə başlayır və mədəmizdə olan disfunksiyalar bizdə bu həzmin çətinləşməsinə gətirib çıxardır. Qastritlər isə yəni çox geniş bir təsnifatı vardır. Burada kəskin qastritlər, xronik qastritlərin özləri ola bilər, autoimmun qastritlər, infeksion qastritlər, atrofik qastritlər, yəni bir çox kimi növləri olur. Burada mütləq şəkildə xəstələrin düzgün şəkildə anamnezinin toplanması çox önəmlidir. Çünki qastrit ola bilər ki, düzgün qidalanmamaktan əmələ gələ bilir. Qastrit ola bilər ki, xüsusi dərman preparatlarının düzgün olmayan istifadəsi nəticəsində əmələ gələ bilir. Qastritlər ola bilər ki, içilmiş, deyək ki, ya aşırı qələvi və yaxud da aşırı turş bir içəcəklərin etkisindən əmələ gələ bilər, soyuqdan, aşırı isti qidalanmadan, yəni müxtəlif faktorların kompozisiyasından oluşmuş ola bilər. Ona görə mütləq xəstələrin geniş bir toplantı şəklində bunu araşdırma etmək lazımdır. Adətən xəstələri sizin kabinetinizə gətirən əsas səbəb nə olur, doktor? Xəstənin istədiyi şey, xəstə əslində bir çox həkimə danışa bilmədiyi şeyləri, məsələn,
şəxsən məsələn mənim otağıma daxil olub da xəstə deyir ki, doktor, ax məndən heç bunu soruşmamışdılar, ax məndən heç onu soruşmamışdılar. Yəni ətraflı bilgi, xəstə ətraflı bilgi vermək istəyir əslində. Çünki bizə bu bilgi lazımdır. Xəstə vermək istəyir, biz də bunu almamız lazım ki, xəstəyə düzgün yanaşmaq ehtimalımız daha da yüksəlsin. Məhz xəstə bunu yəni gördükdə daha da rahatlaşır, daha da əmin olur ki, yəni həkim doğru istiqamətə varacaq, doğru yönə gedəcək. Mən ən birinci bunu dəyərləndirirəm xəstə. Çünki deyir doktor, siz bizimlə çox zaman ayırırsınız. Belə olmalıdırmı doktor? Belə olmalıdır, çünki xəstə bizi seçib gəlibsə, bizim ona faydamız toxunmalıdırsa, yəni qastritlərin dediyim kimi çox növləri var. Sadəcə mədən ağrıyır, bu dərmanı içə bilərsən demək, yəni bu çıxış yolu deyil. Yəni əgər bizim fərqliliyimizi görübsə, bizim yanaşmamızın fərqliliyini də görməlidir. Doktor, mədə-bağırsaq sistemi xəstəliklərini yaradan əsas faktorlar nələrdir? Bizdən asılı olan və asılı olmayan səbəblər varmı? Bəli, başlayaq ətraf mühit, belə deyim. Yəni adi siqaret çəkmə, alkollar, enerji içəcəklərimiz, bunların tərkibindəki zərərli komponentlər, səhər qidalanmamamız, işə tələsərək qaçıb getməmiz, mədə turşuluğumuzun artmasına səbəb olur və bu mədə turşuluğu öz selikli qirşamızı artıq zədələməyə başlayır. Özümüzə düşmənlik etməyə başlayırıq və yaxud da ac qarına kofenin içilməsi. Yəni insanlar sanki düşünürlər ki, çox aktiv olacaqlar, yemək yeməsə də kofeni içib zaman qazanaraqdan deyək ki, əslində mədə-bağırsaq sistemlərini geri salmış olurlar və xəstəliyə başlanğıc yaratmış olurlar. Daha sonra deyək ki, bəzi infeksiyalar var, Helicobacter pylori infeksiyası ki, hansı ki bu infeksiyanın məhz ilk kəşfi bir çox proseslərin qarşısının vaxtında alınmasına, hətta maltoma denilən onkoloji xəstəlik sayılan deməli malt sisteminin xərçənginin, yəni xoş xəstəlik xərçənginin qarşısının alınmasında böyük rol oynadı və bunu tapan insan zaten mükafat aldı, Nobel mükafatı aldı. Ona görə biz mütləq şəkildə xəstələrdən bu infeksiyanı da sorğulamağa çalışırıq. İnfeksiyanızı bir neçə yolundan sorğulaya bilərik. Biz nədüstə Helicobacter pylori antigeninə baxa bilərik. Biz endoskopik olaraq biopsiya punktantlarına baxa bilərik buna və yaxud da non-invaziv yöntəmlər var. Biz buna ureaz nəfəs testi deyirik ki, xəstə ac qarnına gəlir, heç bir ilac almadan bu testə yaxınlaşır və bu testdə nəfəs verərək orada karbon, yəni çıxan karbon qazının miqdarına görə bu infeksiyanın neçə dərəcə müsbət olduğu və bunun şiddətini göstərməyə bizə yardım edir. Daha sonra hansı faktorlarda? Deyək ki, bəzi dərmanlar var ki, misal üçün ağrı kəsici preparatlar və yaxud da qan sulandırıcı preparatlar, aspirin türevi preparatları. Yəni niyə görə adını çəkirəm? Biraz xəstələrimiz diqqətlə yanaşsınlar deyə. Yəni bunların ac qarına qəbulu yol verilməzdir. Çünki normal selikli qirşanın zədələnməsinə gətirib çıxardır və bunları siz üst-üstə daha çox yaparsanızsa, bu hətta nəinki üst mədə-bağırsaq sistemi, eyni zamanda alt mədə-bağırsaq sistemi patologiyalarına, kolitlərə, hətta böyrək problemlərinə gətirib çıxarda bilər. Bundan başqa stres faktorları çox böyük rol oynayır. Məsələn, stres xorları deyə bir şeylər var. Misal üçün, insanlar adi bir travma, bir qəza keçirdikdə belə mütləq onlara mədə qoruyucu təyin edirlər. Niyə görə? Çünki beynin deşarj olduğu yer mədə-bağırsaq sistemidir. Adi düşünün ki, imtahana hazırlaşırıq, necə stresli oluruq. Bəzi insanlar, məsələn, hətta ishal olmağa başlayırlar. Bəzi insanların iştahları arta bilir, bəzi insanların iştahları azala bilir. Mədə-bağırsaq sisteminin peristatikası ya artır, ya azalır. Yəni, burada beynimizin deşarjı, yəni beynimizin stresinin azad olunma, deməli, sonlanma nöqtələrinə biri mədə-bağırsaq sistemidir. Ona görə stres faktorları çox böyük rol oynayır. Stres xoraları əmələ gələ bilir insanlarda, dediyim kimi travma sonrası, qəzalar sonrası və yaxud adi stres keçirən insanlarda, yəni mədə spazmları deyirik ki, məsələn, yəni sinir mənşəli mədə spazmları olaraq adlandırılır. Yəni burada da bu çox böyük rol oynamaqdadır və digər. Bir də doktor, misal üçün, tutaq ki, infarkt keçirmiş, ürək infarktı keçirmiş xəstələrə ömürlük qəbul etdikləri dərmanı yazırlar. Zaman-zaman izləyicilərimizdən bununla bağlı suallar alırıq ki, o dərmanlar mənim mədəmi incidir, mədə qanaxmasına, bağırsaq qanaxmasına səbəb olur deyirlər. Doktor, əgər bir xəstə davamlı olaraq bu tabletləri qəbul etmək məcburiyyətindədirsə, misal üçün, epilepsiya xəstələri var, yaxud digər xəstəlikdən əziyyət çəkən insanlar var, hər gün bir neçə tablet qəbul etməlidir. Bəzən ovuc-ovuc dərman içənlər də olur. Bunların özü ayrıca bir faktordurmu mədə-bağırsaq problemini yaranması üçün? Əlbəttə ki, bunlar çox böyük faktordur. Yəni,
düşünün ki, vurğuladığınız həmin o preparatlar mənim az öncə dediyim aspirin türev preparatlardır ki, məsələn, biz bu durumlarda mütləq xəstələrə onu dəyişməyə çalışırıq. Daha xəstəyə zərər verməyən və bu effektə yaxın bir effekti olan preparatları başlamağa çalışırıq. Bəzən əgər mütləq göstərişdirsə bunun istifadəsi, bu zaman artıq mədə qoruyucularla bərabər istifadə etməyə çalışırıq. Xəstəyə yəni doğru şəkildə pəhrizin istifadəsini məsləhət görürük ki, yəni bir tərəfdən dərman, bir tərəfdən də qida faktoru heç olmasa bir-birini kompensasiya eləsin ki, bu effekt daha az olsun, yəni. Çünki burada xəstənin ziyan görməsi və yaxud da effekt görməsi məsələn tərəzinin biz gözlərinə qoyub dərman verəkmi, verməməkmi qərarını çox diqqətlə seçməliyik. Çünki kəsə bilməz, yenidən o stentlər tutula bilər. Bəli, stentlər tutular. Ona görə də məsələn mütləq şəkildə biz burada pəhriz qidalanma və bu effektin qarşısını almaq üçün preparatlarda yanaşı mütləq istifadə etməyə çalışırıq ki, bir dönəm, yəni çünki bəzən məsələn ara verə bilirik, amma kəskin dönəm keçdikdən sonra bu kəskin dönəmdə idarə etmək zorundayıq ki, xəstənin həyat təhlükəsi sovuşsun. Doktor, bəs qidalanmağın nə qədər payı var? Əgər biz doğru qidalanarıqsa, bu bizi hansı mədə-bağırsaq problemlərindən qoruyar? Tək düzgün qidalanmaq. Belə deyim, tək düzgün qidalanma sizi 50% mədə-bağırsaq sistemi xəstəliklərinin 50% yarıya qədər, doktor. Bəli, əlbəttə ki. Yəni düzgün qidalanarıqsa, doktor, biz 50% mədə-bağırsaq xəstəliklərindən özümüzü qoruya bilirik. Bəlkə mən daha az deyirəm, amma daha çox yəni qurtulmuş oluruq. Ona görə ki, mədə-bağırsaq sistemi öz-özünü yeniləmə qabiliyyətinə malik olan bir sistemdir. Məhz oruçluq, yəni Ramazan ayında tutulan oruçların da məhz insan orqanizminə faydası vardır. Yəni biz Allah üçün orucumuzu tutduğumuzu düşünürük, amma Allahımız bunu bizim üçün, yəni biz insanlar üçün bir nemət olaraq yəni göndəribdir. Çünki burada autofagiya denilən bir mexanizm olur. Mədə-bağırsaq sistemi özünün köhnəlmiş, artıq zərərə uğramış, artıq fəaliyyət göstərməyən hüceyrələrini özü-özünü udur və onu yeni hüceyrələrlə əvəz edir. Bu faydasıdır oruçluğun. Bu faydasıdır və qidalanma, bəli, qidalanma çox doğru vurğulayırsınız. Yəni, misal üçün, istifadə etdiyimiz yağların tərkibi belə önəmlidir. İstifadə elədiyimiz çayların tərkibi önəmlidir. Yəni, genetiki dəyişdirilmiş... Çoxunun da tərkibindən xəbərimiz yoxdur. Məsələn, mövsümündə olmayan qidaların istifadəsi, gübrəli qidaların istifadəsi, ağır metallarla intoksikasiyalara gətirib çıxarda bilir və biz bunu sonradan anlamış oluruq. Yəni sonradan artıq illər keçdən sonra, depolandıqdan sonra bizim vücudumuz, limfa sistemimiz dolduqdan sonra artıq bizim bu şikayətləri, reflüks, yəni bəzən reflüksu çox basit bir xəstəlik olaraq qəbul edirlər, amma reflüks əslində mədə-bağırsaq sisteminin bir bağırtısıdır. Yəni ki, artıq düzgün getməyən bir şey var. Yəni biz deyək ki, basit bir mədə qoruyucu verərəkdən və yaxud da bir prokinetik verərəkdən bunun qarşısını almağa çalışırıq simptomatik. Amma bu bununla bitərmi? Xeyr, bununla bitməz əslində. Məhz inteqrativ tipdə deməli belə bir yanaşma var. Bunu nə yarada bilər? Bir orqanizmdə mədə-bağırsaq sisteminin peristaltikası ağızdan düz bağırsağa istiqamətində getməlidir. Niyə bu tərsinə dönmə baş verir? Bu tərsinə dönmə baş verəndə deməli xüsusilə öd kisəsi və qaraciyər xəstəliklərində bu tərs dönmələr ola bilir. Ona görə məsələn mütləq şəkildə mən önərirəm ki, bu xəstələr öd yollarına və qaraciyər yollarına yəni xəstəliklərinə görə müayinə olunsunlar. Yəni bunların tədavisi reflüks xəstəliyinin residivləşməsinin qarşısını alır və daha tez dönəmdə xəstələrin sağalmasına gətirib çıxardır. Məhz qaraciyər və deməli öd kisəsi xəstəlikləri, burada da qidalanmanın çox böyük rolu var. Əlbəttə ki, yağlı qidalanma, aşırı karbohidratlı qidalanma, şirniyyata çox qaçma, bunlar hamısı bizim mədə-bağırsaq sisteminin normal florasında pozulmasına gətirib çıxardır. Belə ki, göbələklərin nisbətini artırır. Doktor, mədə-bağırsağımızın 3 əsas düşməni olan qidanı sadalaya bilərsinizmi? Misal üçün, 3-cü yerə hansı qidanı qoyardınız? Ümumiyyətlə, belə deyim, bəzən kəskin acılı turş qidalar biz deyirik. Yəni, məsələn, istiotun belə faydası sübut olunmuşdur. Amma bir mədə-bağırsaq sisteminin bir qastriti, bir eroziyası varsa, orada istiot daha da işi pozacaq, yəni. Yəni, sağlam. Yəni, bu xəstədən xəstəyə dəyişir mi? Xəstədən xəstəyə dəyişir. Məsələn, bir xəstə gəlir, qastriti varsa, məsələn, mən ona deyə bilmərəm, sən istiotu faydalıdır, get onu istifadə elə. Xeyr, mən ona pəhriz, yəni istiotlu olmaz, acı turşulu olmaz, kəskin soyuq, kəskin isti olmaz, qızartma olmaz, yanmış qidalar olmaz. Mütləq bu məsləhətləri verir ki, niyə? Mədə-bağırsaq sisteminin toparlanması üçün zaman qazansın mədə-bağırsaq sistemi. Axı, bu yeganə orqandır ki, məsələn, əlimiz kəsilir, barmağımızı nə edirik? Bintlə
sarıyırıq, deyək ki, dezinfeksiyada sarıyırıq və kənara buraxırıq. Yəni bunu işdən azad edirik. Axı bizim mədə-bağırsaq sistemimiz elə deyil. Biz davamlı yaşamımız üçün qidalanmalıyıq və bu qidalanma sağalmalı. Demək ki, mədə-bağırsağımız xəstə işləyir. Bəli, xəstə işləyir. Yəni necə ki ürəyimiz davamlı işləyir, biz onu o şəkildə qorumalıyıq. Mədə-bağırsaq sistemimizdə davamlı xəstə olduğu halda işləyir. Biz də ən az onun işini yüngülləşdirmək adına ona dəstək olmalıyıq. Yəni bəzən bunu çox görürük mədə-bağırsaq sistemində xəstəliklərdə. Xəstə deyir ki, doktor, mən pəhrizimi 2 ay davam etdirdim, daha yetər, yəni xəstəliyim. Mən deyirəm, xeyr, siz əgər sağalmaq istəyirsinizsə, əslində bu pəhriz dediyimiz doğru qidalanmadır. Yəni əslində siz bu doğru qidalanmanı həyat şəraitinə daxil etməlisiniz. Siz həyat ritminizə daxil etməlisiniz. Mən niyə deyək fast foodları çox üstünlük verməliyəm? Mən niyə yanlış enerji içəcəklərinə, mən niyə yanlış şirin qazlı içəcəklərə üstünlük verməliyəm? Doktor, bunlar hər kəs üçün ziyandır, deyilmi bu sadaladıqlarınız? Yəni hər kəs üçün, bütün xəstələr üçün, hətta sağlamları xəstə etmək durumuna gətirib çıxardır. Xəstələrin də sağalmasının qarşısını alır bu durumlar. Məsələn, biz deyirik ki, soyutma yeməklər önəririk. Niyə görə? Yəni, qızartma yeməklərdə mədənin daha çox həzm prosesində daha çox zorlanması, yəni daha çox əziyyət çəkməsi, daha çox enerji sərfi baş verir. Bu zaman öz sağalmasına zamanı qalmır. Yəni, deyək ki, mədənin zədələnmiş bir toxuması var. Mədə bunun üçün enerji verməlidir ki, sağaltsın. Bu enerjini verir həmin o qidaların həzminə. Doktor, bir də uşaqlıqdan biz eşidirik, deyirlər ki, ay bala, quru yemə, bağırsaqların quruyacaq. Çox maraqlıdır, quru yemək, yəni uzun müddət qızartma yemək sağlam bir adama da zərər verə bilərmi? Söhbət xəstə adamdan getmir. Bəli, məsələn, biz deyirik həmişə yemək, məsələn, deyirik ki, suyu nə vaxt için sizin sözünüzə qüvvət? Yəni, deyirik ki, həmişə yeməkdən əvvəl için. Niyə? Çünki yeməkdən əvvəl içəndə bizim mədə turşuluğumuz daha yaxşı deməli sintez olunmağa başlayır. Çünki vücud suyu dərhal turşuluq və sekresiya vəzlərinin ifrazına sərf edir. Amma biz quru şəkildə istifadə edirik. Dedik ki, su içmirik, davamlı quru yemək deyirik. Mədənin ifraz etdiyi sekresiya miqdarı da az olur və bu da həzmin daha da çətinləşməsinə gətirib çıxardır. Üstündən su içdikdə isə bu olan deyək ki, pepsinləri, tripsinogenləri yuyub aparır. Yəni, ikinci dəfə həzm daha da çətinləşir. Ona görə vurğuladığınız kimi quru yeməklər, davamlı yemək, mədə-bağırsaq sanki biz zədələnir. Biz amma doktor alışmışıq, kompotla yemək yeyirik, meyvə şirəsindən yemək yeyirik. Demək ki, olmaz deyilmi? Yeməkdən əvvəl şəkildə istifadə daha yaxşı olacaq. Yeməklə eyni vaxtda zərərdir? Eyni vaxtda, məsələn, belə deyim də, nisbətdə istifadə edə bilərik. Yeməklə eyni vaxt. Amma yeməkdən sonra, dərhal sonra məsləhət görmürük. Bir də nəyə görə deyirlər, doktor, eyni vaxtda yaxud həmən ardınca turş və şirini qatmayın yeməkləri bir-birinə. Qatdığımız zaman nə baş verir ki, doktor? Nə baş verir? Mən sizə başa salım. Deyək ki, turşun deməli parçalamasında bir orqan iştirak eləyir, yəni daha çox iştirak eləyir, digərində digər orqan daha çox iştirak eləyir. Bu zaman bunların işləri elə bil ki, bir-birinə qarışır. Aləm dəri bir-birinə. Yəni, qaraciyər deyir, mən işləməliyəm, mədə deyir, mən işləməliyəm, pankreas deyir, mən işləməliyəm. Məsələn, belə bir Şirəli babanı yəqin eşitmişsiniz. Şirəli babanı deyirlər ki, niyə siz uzun ömürlüsünüz? Gedirlər bir təcrübə eləməyə ki, bu sekret nədir yəni? Sir nədir burada? Şirəli baba deyir ki, hamı yanına, hər kəs, bu sirri öyrənmək istəyən hər bir adam bir şirəli qazan götürsün, yanına qoysun və yemək yedikləri zaman hər qidadan həmin o qazanın içini açsınlar və günün sonunda hər kəs öz qazanının ağzını açsın. Deməli, hər kəs eyni şəkildə eləyir. Günün sonunda Şirəli babanın qazanının ağzına açırlar. Heç bir qaz, heç bir belə pis bir iyi yoxdur. Yəni, bir növ qidadır. Digərlər hər kəs açanda qaz, qıcqırma, iyilər hamısı bir-birinə qarışıqdır. Yəni, bu da nəyə göstərir? Yəni, biz qidaları bir-birinə qarışdırmamalıyıq. Yəni, çünki həzm prosesində mədə-bağırsaq sistemində bu qədər yüklüyüncə artıq orada elə reflüks əmələ gələcək, həm öd reflüksu əmələ gələcək, həm mədə reflüksu əmələ gələcək. Artıq sistemlər bir-birinə qarışacaq. Yəni, prokinesiya prosesi pozulacaq. Yəni. Ona görə də bu şəkildə qabaca baxsam. Müqəddəs sayının gözəl günlərini yaşayırıq. Bir oruç tutan mədə xəstəsi necə oruç? Əslində, onu xüsusən qeyd edim ki, dini qaynaqlarımıza görə, dini mənbələrimizə görə yalnız sağlam adamlar oruç tuta bilərlər. Yəni, oruç tutmaq kiməsə əziyyət verirsə, oruç tutmaq kimi bir məcburiyyəti yoxdur. Bütün halda bir müsəlman oruç tutursa, nələrə diqqət etməliyik? Baxın, bəzən oruç tutduqdan sonra çox çəki alanlar olur. Tam tərsinə çəki çoxalırlar. Niyə? Çünki axşam iftarda o qədər çox yemək yeyirlər ki, mədə istəyir ki, balacalaşsın, mədə balacalaşa bilir. Bəli, əksinə daha çox çəki alır.
Əslində necə qidalanmalı ki, Əslində mədə-bağırsağımız narazı qalmasın? Deməli, burada prinsiplərimizdən ən başlıcası yenə mayenin miqdarı yetərincə olmalıdır iftarla imsakımız arasında. İkinci, bol proteinli qidalarla bəslənməliyik. Karbohidratlı qidaları daha az, yəni düzdür, şəkərə ehtiyacımız olur, amma önəmli tərəfini biz proteinə verəcəyik. Çünki enerjimizi proteindən almağa çalışacağıq ki, yağlarımız parçalansın. Yəni vücudumuzda olan yağlar parçalansın və məsələn deyirik qaraciyər yağlanması varsa keçsin, insulin direncimiz varsa keçsin, obezdirsə kilo versin. Çünki metabolizmanı normal salmaq üçün biz protein yolunu istifadə etməliyik. Eyni zamanda bol kalsium istifadə etməliyik. Çünki kalsium nə lazımdır? Kalsium əzələlərimiz üçün lazımdır, enerjimiz üçün lazımdır, əzələlərin yığılması üçün lazımdır. Eyni zamanda deməli vurğuladığınız kimi iftarda bir dəfəyə oturub, yəni açdımmı, davam edim yeməyi deməyib, yəni bunu biraz daha etaplı şəkildə eləmək. Eyni zamanda deməli imsakda Həmən su içmək doğrudurmu? Belə bir adət su qəbul etmək. İlıq su, daha çox ilıq su qəbul edirik. Soyuq suya, qaynar su qəbul etmirik. Niyə görə? Çünki sübut olunub ki, ilıq su bizim limfa sistemimizi açmağa kömək eləyir. Bəli. Artıq deməli vücud deyək ki, toksinləri çıxardıb mədə-bağırsaq sisteminə bunun atılması lazımdır. Biz mayeni verəcəyik ki, bu sistem aktivləşsin və vücudumuz daha rahat şəkildə növbəti gün işinin davamını icra eləsin. Çünki hər gün Ramazanın hər günündə orqanların belə deyim də sistemində çox böyük dəyişikliklər gedir və bu sırasının ardıcıllıqla baş verir. Yəni ona görə də bizdə burada ilıq su məsələsi çox önəmlidir. Yəni 2 stəkan hətta ilıq su, hətta xurma ilə açmamız. Yeməkdən öncə. Yəni yenə də yeməkdən öncə söhbətinə gəldik. Gördünüzmü? Yenə yeməkdən öncə, yəni oruçda belə biz yeməkdən öncə birinci suyu içirik. Çünki vücudumuza kömək etmiş oluruq. Xurmanın niyə görə, yəni Yüce Rəbbimiz buyurubdur? Ona görə ki, xurmanın özünün deməli örtücü bir effekti var. Mədə-bağırsaq sistemində qastrit olsun, suvayır qəşəng. Bütün o sistemləri suvayır və regenerasiyanın, onun altında regenerasiyanın getməsinə yəni kömək edir. Daha sonra əlbəttə ki, yəni yeməklərimiz də normal kalorili olsa, işli məsələn insanların üçün işləri müxtəlif olur. İnsan var oturaq işlə məşğul olur gün ərzində. İnsan var daha məsələn danışa bilir biz həkimlər kimi, siz deyək ki, jurnalistlər kimi davamlı. İnsan var ki, fizik iş olaraq yorulur. Yəni bu enerjini alacaq qədər, yəni kalorini almaq lazımdır. Yəni o demək deyil oruç tuturam, yox mən kilo vermək üçün yemək yeməyəcəm. Belə bir şey yoxdur. Yəni yeməyin normal miqdarı yeyəcəksən, amma aşırıdan qaçacaqsan əlbəttə ki. Yəni çalışacaqsan ki, dediyiniz kimi kilo almayaq. Savab etmək istədiyimiz yerdə mədəmizə ziyan verməyək. Doktor, bəs sahurda süfrəmizdə nələr olsa daha yaxşıdır? Sahurda məsələn mütləq yumurta, məsələn mən özüm də mütləq yumurtanı sevirəm. Çünki təbii ki, deyəcəksiniz ki, yumurta həm vurğulayır ki, allerjikdir. Yox, normal kənd yumurtası dediyimiz, mənbəyi bildiyimiz yumurta vücud üçün dəngədə saxlamağa çox yardımcı olan bir komponentdir. Ondan sonra yenə də dediyim kimi biraz karbohidratlardan istifadə edə bilərsiniz. Yəni cem ola bilər, sonra kiçik bir dilim deyək ki, yağ ola bilər, pendir ola bilər. Ondan sonra yəni xurma mütləq rasionumuzda olacaq. Yəni çox ağır yağlı yeməklərdən qaçmalıyıq, yəni çalışmalıyıq ki, ağır yağlı yeməklər olmasın yəni rasionumuzda. Doktor, belə bir təsəvvür var ki, sahurdan nə qədər güclü qidalansan, daha gec acarsan. Amma əslində elədirmi? Yox, belə deyim də. Onsuz da o mədədən 1-2 saatda həzm olunur, çıxır gedir, axşam heç nə qalmır. Çünki biz əgər elə bir şey eləyiriksə, biz çalışmalıyıq ki, imsakda tez yatmayaq. Çünki biz əgər elə kalorili dediyiniz kimi yağlı yeməkləri yesək, ən azı biz 2 saat yatmamalıyıq. Gərək məsələn deyək ki, saat imsak vaxtı bitdi, yəni biz həmən yatasaq. Həmən yeyib yatırlar. Qətiyyən olmaz. Yəni əgər elə bir şey yatmayacaq bu insan, gedib yürüyüş eləyəcək. Çünki refluksunu sən rahatlıq vermək istərkən tam tərsinə mədənin refluksunu artıracaqsan, ödün refluksunu artıracaqsan, yəni işlər tam tərsinə gedəcək. Yəni çalışmaq, balansı qorumaq lazımdır. Bəli, ac qalmamaq, kalorini almaq, amma aşırı yağlı və əzab verici qidalardan və çətin həzm olunan qidalardan uzaqlaşmaq, uzaq olmaq. Yəni dediyim kimi ət məhsulları yeyə bilərlər, məsələn onlara düzəlmiş salatlar istifadə edə bilərlər mütləq şəkildə. Çərəzlər istifadə edə bilərlər. Məhz belə deyim də Ramazan ayı Novruz bayramına
yəni Təsadüf edir. təsadüf eləyibdir. Fikirləşirsən ki, bişirəcəm, amma necə yeyəcəm, çatdırmayacam, axı ondan da yeyəcəm, bundan da yeyəcəm. Bu dəfə biraz nəfsimizi saxlayacaq biraz karbohidratdan. Amma yəni bunlar da belə deyim də bizə enerji verəcək bir şeylərdir. Çünki hamısının içində qozdur, fındıqdır, badamdır. Bunlar bizim enerji ehtiyaclarımızı ödəyəcək. Yəni ona görə bunların istifadəsi məqbuldur. Doktor, mən istərdim mədə-bağırsaq sistemi xəstəliklərinin müayinə və müalicəsində inteqrativ tibbin rolunu da, fərqli yanaşmasını da qeyd edərdiniz. Deməli, inteqrativ tibbin fərqli yanaşması həmişə mən vurğulayıram. Əslində fərqli yanaşma dediyimiz klassikin tamamlanması kimi mən algılayıram. Yəni klassikdə biz dərmanlarımızı önərdik, bəs qidalanmamıza nə edəcəyik, necə eləyəcəyik, hansı allergen faktorlar varsa onları kənarlaşdıracağıq qidalarımızdan. Deyək ki, bu xəstənin bir pankreatiti var. Siz məsələn bu pankreatit varsa biz çalışacağıq ki, xəstəyə meyvə və tərəvəzləri misal üçün önərməyəcəyik. Niyə görə? Çünki meyvə və tərəvəzlər mədə turşuluğunun ifrazını daha da artıracağı üçün biz əks effektlər ala bilərik. İnteqrativ tibbdə məsələn istifadə oluna bilər yanaşı bunların xüsusi azon terapiyaları mədə-bağırsaq sisteminə istifadə oluna bilər. Misal üçün kolitlərdə ön planda istifadə oluna bilər. Deməli, endoskopik yolu ilə bağırsağın sehli qişasına yeridilir və orada aktiv oksigen deməli radikallarının regenerasiya prosesinin sürətlənməsi, parazitlərin məhvi, helmintlərin təmizlənməsinə çox böyük rol oynayır. Misal üçün hidrokolon deyirik. Yəni hidrokolon terapiya nə deməkdir? Yəni ümumiyyətlə əvvəl mənim yadımdadır ki, nənəm Allah rəhmət eləsin. Rəhmətə getmiş, yaxınlarımıza rəhmət eləsin. Deyirdi ki, müəllimə ali savadlı müəllimə idi. Deyirdi ki, həmişə deyirdi ki, sanatoriyalara gələndə mütləq birinci bağırsaq yuyulmasından başlayırlar. Çox doğru bir yaxlaşımdır. Ona görə bizim bağırsağımız yəni hər gün alır və çirklənir. Biz bunu deyək ki, defekasiya haqqında bu tam təmizlənmir. Bu xovlar bilirsiniz ki, o qədər sıxdır ki, yəni bu xovlar bunların hidrokolonda yəni az da olsa tərpənişmə əmələ gəlir orada. Çünki təzyiqli maye verilir və həmin o xovların arasındakı deyək ki, helmint olsun, işte qalıq qidalar olsun, bunlar yavaş-yavaş bağırsaq tərəfindən atılmağa başlayır və bu prosedur əslində ildə bir dəfə hamımızın keçməsi, bir neçə dəfə çox önəriləcək bir şeydir. Çünki insanın rəngi də dəyişir, insanın allergi faktorları da azalır. Çünki allergiya nədən əmələ gəlir? Yediklərimiz bağırsaqda olan deməli xovların bir-birinin ayrılması və keçməməsi gərəkən qida faktorlarının qana keçməsi fonunda əmələ gəlir. Buna dəlikli bağırsaq sindromu deyirlər. Məhz oruçluğun da buna faydası nədir? Bağırsağın yığılmasına kömək eləyir. Bağırsağın autofagiya ilə zərərli hüceyrələrin məhvinə gətirib çıxardır. Ona görə də inteqrativ də əslində buna tamamlayıcı təsir göstərir. Bəs hansı başqa üsullardan istifadə etmək olar, doktor? Homosimetriya istifadə edə bilərik. Misal üçün, homosimetriya nə deməkdir? Yəni, proyeksiyasına uyğun olaraq mədə-bağırsaq sistemi orqanlarının dərimiz üzərində xüsusi nöqtələri vardır. Həmin nöqtələrə biz xüsusi alman preparatları vasitəsilə ya aktive edici, ya da ki, deməli, tonuslandırıcı və yaxud da normallaşdırıcı etki verəcək nöqtələrə həmin iynələri iki amaçlı vururuq. Həm akupunktur effekti olaraq təsir göstərir, həm də ki, o orqanların işinin fəaliyyətinə dəstək verəcək komponentləri vermiş oluruq. Yəni, bu məsələn, bağırsaq üçün o fərqli nöqtədir, mədə üçün fərqli nöqtədir. Çünki hər birinin özünün nöqtələri var şərq təbabətində və bu nöqtələr də bizim mədə-bağırsaq sistemində reflüks olsun onlara təsir göstərir, kolitlərimizdə, bağırsaq sancılarımıza, yəni müxtəlif, yəni deyək ki, peristaltikanın artmasına və ya azaldılmasına, bunların hamısında ayrı yəni nöqtələrin düzgün istifadəsi bizə daha müsbət nəticə vermiş olacaq və dərman asılılığını azaldacaq xəstələrdə. Doktor, son 2 dəqiqəmiz var. Son olaraq ümumi şəkildə tamaşaçılarımıza nə demək istəyərdiniz? Necə ümumiləşdirmək istəyərdiniz bugünkü söhbətimizi? Ramazan bu ayı hamımıza xeyirli və faydalı olmasını diləyirəm. Ramazan ayının bütün gözəlliklərini, bütün faydalarını, yəni hamımız bacardıqca Allahın izni ilə nəsib olmasını, bizlərə nəsib olmasını diləyirəm. Yəni əgər tuta biliriksə oruçlarımızı tuta bilək. Əlbəttə ki, xəstəlik səbəbilə tuta bilmiriksə, bunun əvəzində əlbəttə ki, oruç tuta bilməyənin də yəni çarəsi vardır. Yəni hamımıza salamlıq arzulayıram. Gəldiyinizə görə təşəkkür edirəm, doktor. Çox sağ olun. Əziz tamaşaçılar, bizim qonağımız Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkimi, uzman terapevt Çinarə Səfərova idi. Sizinlə sağollaşırıq. Sabah yenə eyni yerdə, eyni saatda sizin görüşünüzə gələcəyik. Sağ olun, sağlıqla qalın.